2NH3 parçalanır N2 üstə gəl 3H2. Biz yazırıq NH3, yazırıq N2, yazırıq H2. Başlanğıc, sərf və son. Amonyakın başlanğıcını biz bilmirik, ancaq bu demək deyil, yoxdur, var, sadəcə biz bilmirik, məhsul yazırıq. Amma azotla hidrogen sağda durduğuna görə bunların başlanğıcı və sərfi yoxdur. Və solda duran əmsalı qədər məhsul formada sərf olunur. Qaldı A minus 2x. Sağda duran əmsalı qədər məhsul formada alınır. Sağda duran əmsalı qədər məhsul formada alınır. Və yazıb ki, burada taradlıq anında, yəni bu son, məhsulların ümumi mol sayı, məhsullar hansıdır? Azotla hidrogen, yəni x plus 3x, deməli, amonyakın mol sayına, yəni A minus 2x-ə nisbəti 8/9-dur. Buradan, deməli, biz bunu həll edirik. 4x-i vuruq 9-a 36x bərabərdir. 8A minus 16x. Buradan 52x bərabərdir 8A və 52-ni bölürük 8-ə 6,5x bərabərdir A. Vəssalam. İndi biz buradan A-nın yerinə 6,5x yazanda amonyak olur 4,5x. Bunlar da öz qaydasında x və 3x olur. Orta molyar kütlə bərabərdir. Amonyak 4,5x vur 17. Üstə gəl 28 vur x. Üstə gəl 3x vur 2, 6x. Aşağıda bunların cəmi 4,5 üstə gəl 1 üstə gəl 3 8,5x. 4,5'i vururam 17'ye 76,5x 28 və 6 ilə toplayıb son 8,5'e bölürəm və M orta 13'e bərabər olacaq.